Bismillah və salatu və salamu alə Rasulillah və ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Əziz və dəyərli müsəlmanlar, möhtəşəm bir günlər qarşıda artıq gəlir. Bu gecə hicri tarixlə artıq Zilhiccə ayının birinci gecəsi başlayır Allahın izni ilə. Bu gecələrin möhtəşəmliyini Allah Teala Quran-ı Kərimdə vurğulayıb. Allah Uca Rəbbimiz Fəcr surəsində fəcrə and içir və sonra 10 gecəyə and içir. Bu 10 gecə qarşımızdakı bu 10 gecədir ki, Zilhiccə ayının 10 günü. Bu gecələrdə, bu günlərdə olunan əməllər çox böyük fəziləti var Rəbbimiz qatında. Necə ki, Peyğəmbərimiz Muhammed, Allahın ona salavatı və salamı olsun, buyurub ki, bu günlərdə olunan əməl Allaha ən sevimli əməllərdir. Allah qatında ən sevimli əməllərdir. Soruşurlar ki, Allahın Rəsulu, hətta Allah yolunda cihaddan belə üstündür. Deyir ki, hətta Allah yolunda olunan cihaddan belə üstündür. Yalnız o şəxsdən başqa ki, o şəxs canı ilə və malı ilə gedir və heç biri ilə geri qayıtmır. Yəni, şəhid olur. Yalnız ondan başqa. Yəni, və bu hədis göstərir ki, bu günlərdə olunan əməllər ən üstün əməllərdəndir. Hətta Allah yolunda vuruşmağa çıxmış bir insandan elədiyi əməllərdən belə üstündür. Ona görə bu bir fürsətdir hər birimiz üçün. İl ərzində olan nöqsanları aradan qaldırmaq üçün bu fürsətdən istifadə etməliyik. Və ibadətlərdən də, yəni necə ki, salihlərdən gəlib ki, oruç tutardılar. Əgər oruç tutmağı bacarırıqsa, çalışaq bu günləri oruç tutaq. Xüsusən də, əgər oruç tutmağı çətinlik çəkənlər varsa, ən azından Arafa gününün orucunu tutsun. Çünki Allah elçisi, ona Allahın salavatı və salamı olsun, buyurub ki, o gün tutulan oruc bir il keçmiş və bir il gələcək ilin günahlarını silinməsinə səbəb olar. Və bu möhtəşəm bir, çox böyük bir əməldir. Bu fürsəti əldən qaçırmaq olmaz. Ümumən də, yəni kimin əgər oruç tutmaq gücü yetirsə, yəni bu günlərdə oruç tutması çox gözəldir. Amma yəni təkcə orucla bitmir. Bu günlərin fəziləti bütün əməllərə aiddir. Bütün salih əməllərə aiddir. Qurban kəsmək istəyənlər təbii ki, müəyyən əhkamlar var. Onlara əməl etməlidirlər. Dırnaqlarından, saçından götürmürlər, hətta qurbanlarını kəsənə qədər. Bu təbii ki, həc etməyənlərə aiddir. Amma həc edənlərsə başqa hökmlərdir onlarda. Həmçinin bu aylarda, necə ki dedik, bütün salih əməllər Allah qatında çox üstün əməllərdir. Ona görə yəni gücümüz çatan bütün əməllərdən istifadə etməliyik ki, yəni il ərzində buraxdığımız səhvləri, boşluqları dolduraq. Və misal çəkmək olar sədəqə. Yəni bu günlərdə, bu 10 gündə verilən sədəqə il boyu verilən sədəqələrdən çox üstündür Allah qatında və çox dəyərlidir. Ona görə fürsətdən istifadə edək. Şərt deyil ki, biz hansı bir böyük bir miqdarda bir sədəqə verək. Hər kəsin imkanı çatdığı qədər. Yəni, bəzi insanlar düşünür ki, məsələn, kiçik bir şey verirəm, bu dəyəri yoxdur, verməyim bunu. Xeyr, elə deyil. İnsan bəzən olur ki, az olduğu şeydən verdiyi sədəqə çox verilən sədəqədən üstün ola bilər. Yəni, bir insan ola bilər ki, onun çox kiçik bir miqdarda bir maliyyəsi olsun, pulu olsun, o puldan bir miqdar versin. Misal üçün 5 manatın var, 1 manatını sədəqə verdin. Bu daha sənin üçün üstündür. Nəinki minlərlə manat pulu olub da ondan 5 manat sədəqə verən. Yəni, təbii ki, az pulu olub, onun azından bir şey sədəqə edən Allah qatında daha üstün olar. Necə ki, hətta belə bir söz var ki, deyir, bəzən bir dirhəm 1000 dirhəmi keçir. Yəni, bir insanın küllü miqdarda pulu olur. Ondan 1000 dirhəm çox rahatlıqla sədəqə verir. Amma bir insanın 2 dirhəmi olur, onun birini sədəqə verir. Və o Allah yolunda sanki elə bil malının yarısını sədəqə verib. Ona görə sədəqə məsələsində çox
diqqətli olmaq lazımdır. Yəni şərt deyil ki, insan çox böyük miqdarda bir şey versin, amma bu Allah qatında çox böyük bir dəyər var. Çünki sədəqə elə bir şeydir ki, dünya malı insana sevimli bir şeydir. Və insan əgər bundan Allah yolunda xərcləyirsə, bu onun Allaha olan sevgisini, bu Allaha olan imanda onun sədaqətini göstərir. Ona görə də xüsusən də bu günlərdə fikir verək ki, az da olsa, hətta gündəlik olsa belə az bir miqdarda olsun sədaqə verək. Xüsusən də indi çox asanlaşıb sədaqə vermək, yəni kart vasitəsilə, yəni müəyyən asanlıqlar var. Ona görə sədaqə məsələlərinə fikir verək. Çünki sədaqə barədə ümumən Quranda və hədislərdə çox əzəmətli bir mənalar var. Necə ki, ayədə gəlir ki, sən bilmirsən ki, Allah günahları əfv edir və sədaqələri götürür. Bilmək lazımdır ki, sədaqə ehtiyac sahibinin əlinə düşməmişdən öncə birinci Allahın, ucal Rəbbimizin əlinə düşür. Necə ki, bu hədisdə varid olub. Hətta keçmiş salihlərdən bəzilərindən gəlib ki, onlar sədaqə verəndə bəziləri sədaqəni ətirləyərdi. Ətirləyib onu ehtiyaclının əlinə qoyardı və deyərdi ki, və soruşulanda ki, nəyə görə ətirləyirsən sədaqəni, deyir ki, çünki o sədaqə birinci Rəbbimin əlinə düşür. Ona görə mən istəyirəm ki, o ətirli formada düşsün, ən gözəl şəkildə. Yəni və həmçinin hədislərin birində gəlib ki, Allah Taala sağ əli ilə sədaqəni götürər. Təbii ki, biz bunun mahiyyətini, bunun formasını bilə bilmərik, bu qeybi məsələdir. Amma bilmək lazımdır ki, biz sədaqə verdiyimiz zaman sədaqəni ilk götürən ehtiyac sahibi yox, onu Rəbbimizdir. Bu da sədaqənin fəzilətini göstərir. Və nəyə görə sədaqəni vurğuladıq? Çünki sədaqə ən böyük səbəblərdəndir Allahın qəzəbini söndürən. Çünki insan bununla öz imanını təsdiqləyir və həmçinin günahların bağışlanmasına səbəb ola bilər. Xüsusən bu 10 gündə fikir verdiyimiz əməllərdən. Təbii ki, namazları qoruyaraq, digər salih əməlləri qoruyaraq, oruç tutmağı bacaranlar oruç tutaraq, həmçinin sədaqə məsələsi də. Çünki bu 10 gün fürsətdir. Bu bir ticarətdir. Bu Rəbbimizlə gözəl bir ticarətdir. Rəbbimiz çox az bir şey bizdən istəyir, amma mükafatı sonsuz ola bilər. Ola bilər ki, bu 10 gündə biz bu kiçik əməllərlə, bu salih əməllərlə ömrümüzün qalan bütün hissəsinin, necə deyərlər, zəmanət altına alaq. Ola bilər ki, yəni bu günlərdə, bu fürsətlərdən o qədər qəlblə, o qədər həvəslə buna yanaşaq, bütün ibadətlərdə, istəyir namazlarda, Quran oxumağımızda və digər salih əməllərdə və sədaqə verməyimizdə Allah Taala bizdən olan səyimizi görüb, çalışmağımızı görüb, bizi bundan sonraki əməllərdə müvəffəq edər. Və sonra digər əzəmətli əməllərdən biri də hansı ki, ən çox Allah Taala'nın razılığına səbəb olur. O da Allahı zikr etməkdir. Məhz elə bu günlərdə ən böyük ibadətlərdən biri də Allahı zikirdir. Və Peyğəmbərimiz, Allahın ona salavatı və salamı olsun, buyurub ki, bu günlərdə Allahı təsbihi çoxaldın. Təsbih, yəni Subhanallah və ya təhlil, La ilahə illallah, təkbir, Allahu Ekber və təhmid, Elhamdülillah sözlərini daha çox demək lazımdır və digər zikirlər, Subhanallah və bihamdih, Subhanallahil azim və ya Subhanallah və elhamdülillah və la ilahə illallah və Allahu Ekber və ya Havqələ la havlə və la quvvətə illə billah, bütün güc və qüvvət yalnız Allaha məxsusdur, La ilahə illallah zikri və buna bənzər və ya istiğfar, Allahdan bağışlanma diləmək, xüsusən də istiğfara da çox önəm verək bu günlərdə. Çünki bu günlərdə bütün əməllər Allah qatında çox dəyərli olduğu kimi, istiğfar da Allahdan bağışlanma diləmək də bu günlərdə çox dəyərli əməldir və başqa günlərdən çox fərqlənəcək. Ona görə bu günlərdə istiğfarı çoxaldaq, yəni Allahdan bağışlanma diləməyi çoxaldaq. Müxtəlif ləfzləri, müxtəlif formaları var. Əstəğfirullah və tubu ileyh.
və ya əstəğfirullah və ya seyyidül istiğfar, o uzun istiğfar duası və buna bənzər və ya öz dilimizdə ki, Allahım günahlarımı əfv eləyib, bütün kiçik bildiyim, bilmədiyim günahları bağışla, kiçik günahlarımı, böyük günahlarımı bağışla, öncədən etdiyim günahlarımı və ya gələcəkdə bilməməzlikdən və ya bilərəkdən və ya israrla etdiyim bütün günahları bağışla. Həqiqətən Allah Teala günahları bağışlayandır və Allah Teala istiğfar edənləri, tövbə edənləri sevir. İnnallahu yuhibbut tevvabin və yuhibbul mutatahhirin. Allah Teala tövbə edənləri və təmizlənənləri sevir. Və bu günlərdə fürsətdir istiğfar etmək üçün. Ola bilər ki, bizim bu günlərdə etdiyimiz istiğfarlar, tövbələr bizim bağışlanmamıza səbəb olsun. Nəyə görə? Çünki bu fərqli günlərdir. Yəni digər günlər kimi deyil. Bu günlərdə salih əməllər Allaha sevimlidir. Ona görə istiğfar da Allaha daha sevimlidir. Bu günlərdə həmçinin Allah Teala bu günləri xüsusi seçdiyinə görə, biz də bu günlərə önəm verdiyimizə görə bu da bizim Rəbbimiz qarşısında olan dəyərimizi artıra bilər. Ona görə diqqətli olaq bu əməllərə, ümumən bütün salih əməlləri, Quran oxumaq, misal üçün bu günlərdə oxunan Quran digər günlərdə oxunan Qurandan tam fərqli olacaq. Ona görə bu fürsətdə, bu 10 günü necə ki biz Ramazanda Quran oxumağa önəm verirdiksə, çalışaq ki bu günlərdə də Quran oxumağa önəm verək. Çünki yəni bu 10 gün fürsəti böyük bir fürsətdir ki, ola bilər ki, bəlkə il ərzində qazana bilməyəcəyimiz böyük savabları Quran oxumaqla və ya başqa əməllərlə biz bütün ilin nöqsanlarını aradan qaldıra bilərik. Ümumən başqa xeyir əməllər də var, hansı ki, ola bilər ki, bəlkə kiçik, böyük, qohumluq əlaqəsidir və ya buna bənzər şeylər. Təbii ki, bu günlərdə dediyimiz kimi bütün əməllər Allah qatında çox fərqlidir. Ona görə bu 10 gün fürsətdir. Çalışaq bu fürsəti maksimum, yəni bacardığımız, gücümüz çatdığı formada itirməyək. İnternetə və ya nəyəsə məşğul edən şeylərə vaxtımızı daha çox az ayıraq. Zərurət nədirsə, yalnız zərurətdən istifadə edək və vaxtımızın böyük hissəsini işdən kənar və ya nə elə vaxtlar var ki, o vaxtlar asudə vaxtlardır. Maksimum şəkildə salih əməllərə daha çox üstünlük verək. Dediyimiz, sadaladığımız bu əməlləri ki, bu böyük fürsətdən istifadə eləyək. Həqiqətən çox böyük bir ömrümüzün illər ərzində günlərlə, bəlli günlərdir bu. Bu bəlli günləri dəyərləndirək ki, bu bizim ömrümüzə əlavə bir ömür qatsın, əlavə bir dəyər qatsın. Allah Teala hamımızı müvəffəq eləsin. Bu gecələrdə, günlərdə olunan xeyir əməlləri Allahın razılığı ilə əməl edə bilək və bu günlərdə həccə hazırlaşan insanlar var. Allah Teala onları müvəffəq eləsin. Həcc ibadətlərində onlara məbrur həcc nəsib eləsin. Necə Peyğəmbərimiz buyurur ki, kim yəni həcc edərsə, yəni qəbul olunmuş həcc edərsə, onun mükafatı yalnız cənnət olar. Allah Teala müvəffəq eləsin. Həccə gedən hər bir mömin qardaşlarımızı, bacılarımızı müvəffəq eləsin ki, onlar gedib qənimətlə, böyük bir savab qəniməti ilə geriyə dönsünlər. Allah Teala hamını xeyrə müvəffəq eləsin. Vəsselamu aleykum və rahmetullahi və barakatuhu.